Amerika Birləşmiş Ştatları İranın hərbi obyektinə zərbə endirib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə Amerika Birləşmiş Ştatları İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib. Onun sözlərinə görə zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib. Xatırladaq ki, aprelin 28-də Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. 2026-cı il aprelin 8-nə keçən gecə İran, Amerika Birləşmiş Ştatları və onların müttəfiqləri 2 həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Trump atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-sində İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və Amerika Birləşmiş Ştatları arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb. Amerika Birləşmiş Ştatları Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmiləri üçün Hörmüz boğazına bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.